Bu millete imam olan da yazıq olub, Yezid olan da. Vətəndaş mövqeyimdə Rayət İmam Əliyev. Ötən gün bir nəfərlə söhbət edirəm. Deyirəm, hansı bölgədənsən? Deyir ki, Kürdəmir bölgəsindənəm, amma əslim Yerazdır. Yadıma bir lətifə düşdü. Əzrail bir toy məclisinə gəlir və deyir ki, Əzrailəm, bu toydan 2 nəfər aparmalıyam o dünyaya. Hamı məclisin baş tərəfində oturan qoca kişi ilə qoca qarını göstərir ki, ay Əzrail, onların yaşları ötüb, ged onları apar. Əzrail qoca kişi ilə qarıya yaxınlaşıb deyir, mən Əzrailəm, sizi aparmağa gəlmişəm. Adınızı, soyadınızı deyin, siyahiyə alım. Sonra yenə qarıdan adını soruşur. Qarı deyir, adım Səkinədir. Əzrail kövrəlir. Deyir, Səkinə mənim rəhmətli anamın adıdır. Bu gün də onun doğum günüdür. Kövrəlir və deyir, ay qarı, anamın adaşı olduğun üçün səni bu gün aparmıram. Get hələlik yaşa, kef elə. Dönüb qoca kişidən soruşur ki, adın nədir? Kişi deyir, adım Süleymandır, amma kənddə, Kəçəkdə, Bacada hamı məni elə Səkinə deyə çağırır. Əzizlərim, vətən doğulduğun yerdən başlayır. Doğulduğun kəndlə, rayonla davam edir və Azərbaycanın sərhədləri ilə əhatələnir. Hər bir şəxs öz doğulduğu yeri və ölkəni mütləq sevməlidir. Amma yerli bazlıqla özlərini reklam edənləri qəbul etmək olmaz.